Bismillahirrahmanirrahim. Salam əziz dostlar. Sizinlə mən Nağay Bayxan və bu Lumion proqramına olan kursumuzda növbəti dərsimiz video üçün effektlər haqqında olacaq və slowlar haqqında bir balaca danışmaq istərdim. Effektlər üçün demək, gəlin sizə mənim çoxdan olan bir layihələrimdən bəzilərini göstərim və bu videoda istifadə olan effektlər barəsində danışacaq. Gördüğünüz gibi burada bir efekt. Sonra burada bir layihə de var. Bir nəzər yetirək. Bu videoların səhv eləmirəmsə 2-3 il yaşı var. Və burada bir layihə də var. Bir effekt haqqında da danışmaq istərdim sizə. Gördüyünüz kimi bu cür effekt evin yenidən sıfırdan tikilməsi. Bu effekti necə nail olmaq olar, onu da göstərəcəm sizə inşallah bu dərsimizdə. Əsas nə etmək lazım olduğunu göstərəcəm. Yerdə qalanını isə özünüz artıq başa düşmüş olasınız. Gördüyünüz kimi hər şey öz növbəsi ilə yaradılır. Deməli belə açırıq Lumion proqramını. İlk öncə əsas hansı effektlərdən istifadə edirik, gəlin onlardan danışaq. Əsas bizim gəlin kadr yaradaq, klip yaradaq və dəqiqəsini artıraq. Bəsdir bu qədər. G-yi basıram, sonra səhnəmizə qayıdıram. Deməli effektlər haqqında, əsas hansı effektlər? Effektləri basıram. Buradan biz demək günəş effekti bu barədə danışacağım. Çünki yerdə qalan effektlər barəsində danışmağa ehtiyac yoxdur. Bunlar çox az istifadə olunan effektlərdir. Amma bu effekt, əsasən bu effekt şəkildə istifadə olunur. Bu ətraf mühitdə işığın ətraf mühitlə əlaqəsi ilə əlaqədardır. Məsələn, divara işıq düşdükdə, otağa işıq düşdükdə o yerdən bir də divardan ox işarəsi göstərildiyi kimi bir neçə dəfə təkrarlanır o effektdir. Gələcəkdə inşallah bu effekt barəsində danışarıq. Sonra bu hava effektlərindən buludları danışacağım sizə. Qar və yağış haqqında. Külək də ki, bu çox asan bir effektdir. Bunu
başa düşmək o qədər çətin deyil. Obyekt effektlərindən bu hərəkət, çoxlu hərəkət və maşınların dönüb getməsi və yaxud bir səmtdə istiqamətdə getməsi barədə danışacağım və burada obyektlərin göydən yerə düşməsi, bax burada şəkildə göstərildiyi kimi növbə ilə obyektlərin peyda olunması səhnədə. Sonra kamerada bu effekt barədə danışacağım, əl kamerası. Sonra burada bizdə nə effektlər var? Bu yerdə qalan effektlər isə bunları başa düşmək o qədər çətin deyil, şəkillərdə göstərildiyi kimi. Bunlar çox az istifadə olunan bir effektlərdir. Bunlar da şəkil effektləridir. Əsas lazım olan effektlər barəsində çox tez-tez istifadə olan effektlər barədə mən indi danışacağım sizə inşallah. Deməli belə, birinci bu effekti seçək, günəş effektini. Günəş effektini seçdik. Bizim gördüyümüz kimi ikinci kadrımızı yaratmaq lazımdır. İkinci kadrı yaradaq. Burada saniyəni azaldaq. 30 saniyə olsa bəsdir. 30 da çoxdur, çox yavaş gedir. 31 bəsdir. Deməli belə, günəş effekti nədir? Burada gördüyünüz kimi balaca işarələr var. Bu açardır. Bu gördüyünüz bu xəttin üzərində, timeline xəttinin üzərində bu açarları qoyuruq. Məsələn, burada bir açar qoyuruq kadrın başlanğıcında, videonun başlanğıcında. Sonra gedirik qabağa, ortasında bir açar qoyuruq. Sonra keçirik lap axıra, videonun axırına burada bir açar qoyuruq. Burada birinci açarı redaktor etmək üçün bu işarəni basırıq, birinci açara qaydırıq və burada günəşin istiqamətini nerede olacağını göstəririk. Məsələn, burada axşam olacaq. İlk öncə günəşi videomuz kameranın qabağına gətirək. Sonra burada bunu belə saxlayaq. Saxladıktan sonra burada 2 dəfə basaq, qırmızı olsun bu. Sonra ikinci kadra bura qaydaq. Burada bu effekti biraz artırırıq. Günəş biraz qalxır. 2 dəfə bunun üstündə basırıq. Sonra üçüncü kadrda bir də bura basırıq. Üçüncü kadra qaydırıq. Üçüncü kadrda artıq günəş burada olacaq. Və burada bir də basırıq. Gördüyünüz kimi burada xətt əmələ gəldi. Xətt əmələ gəldi. Günəş qalxır və burada tən ortaya düşür. İndi isə play düyməsinə basırıq. Gördüyünüz kimi biz gedə-gedə günəş qalxır. Bu bütün video üzərində belə hərəkət edə bilər. Günəş qalxır, düşür, yenidən düşür. Mən biraz burada səhv elədim. Günəşin istiqamətini dəyişdim. Gördüyünüz bu açarları silmək üçün bunların üstündə burada məsələn 3-cü açara qaytardıqda görürük ki, bu qaçır 3-cü açarın üstünə basırıq. 2-ci açarın üstünə gələnə kimi silmək üçün açarı bu düyməni basırıq. 2-ci açarı silmək üçün bu düyməni basırıq. Qaydırıq bura. Burada günəşin səmtini dəyişirik. Qoy qaranlıqda olsun. Burada qaranlıq olacaq. Sonra timeline'ı dartırıq bura. Burada növbəti açar qoyuruq. Və bir də bura dartırıq. Burada növbəti açar qoyuruq. İndi ikinci açara qaydırıq. Günəşin istiqamətini biraz qaldırırıq. Qaldırdıqdan sonra 2 dəfə basıram bunun üstündə. Və buradan yenidən play düyməsinə basıram. Və gördüyünüz kimi günəşin istiqaməti dəyişir. Gün çıxır, səhər açılır.
Səhər açıldı və gün yenidən arxaya düşdü. Çünki burada geri qaytarmışdım ona görə. Bu günəş effekti barəsində. Burada isə günəşin demək böyüklüyü və kiçikliyidir. Gördüyünüz kimi azaldıb artırmaq olar. Bu effekti silirəm. Silmək üçün açar işarəsinə basıram və burada udalena düyməsini seçirəm. Sonraki effekt barədə danışaq. Burada buludların getməsidir. Buludların getməsi. Basıram bu düyməni, görürük, menyu gəlir. Burada da eyni şeydir. Gördüyümüz kimi açarlar var. Videonu birinci başlanğıca qoyuram. Açar burada qoydum. Nöqtə əmələ gəldi. Sonra videonu dartıram tən ortaya. Və burada bir açarı qoyuram. Və sonra burada bir açar qoyuram. 3 dənə açar qoyduqdan sonra qayıdıram birinci açara. Burada 2 dəfə burada basıram. Bu xəttin üzərində. İkinci açara qayıdıram. İkinci açarın üstünə qayıdıram. Və burada parametri dəyişirəm və 2 dəfə basıram bunun üstünə. Üçüncü açara qayıtdıqdan sonra bura qədər dağıtaraq və burada 2 dəfə basıram. İndi isə play düyməsinə basaq. Gördüyünüz kimi buludlar gedir. Burada isə buludların nə qədər alçaqdan, yuxarıdan getməsi və yaxud hündür buludlar, hündürdəki buludlar, buludların nə qədər işıq saçdığı müəyyən parametrləri var ki, burada idarə edə bilərsiniz. Gördüyünüz kimi mən azaltdım. Buludların növü, bunların da hamısını açarla dəyişə bilərsiniz. Məsələn, kadrın əvvəlində bulud başqa bir növdür, əvvəlin axırında başqa bir növdür. Bax belə. Bu buludlar haqqında olan effekt. Bunu da silirəm. Növbəti effektimiz isə qar barəsindədir. Gördüyünüz kimi burada da qar yağır. Bu effekti elə bir redaktor eləməyə ehtiyac yoxdur. Ancaq çoxluğunu, məsələn, kadrın əvvəlində az yağır, sonra çox yağdığını göstərə bilərsiniz. Məsələn, burada artıq çox yağsın. Gördüyünüz kimi burada artırıram və 2 dəfə basıram düyməyə. Qar get-gedə çoxalmalıdır. Görürsünüz, qar artır. Burada isə buludun nə qədər buludlu və buludsuz olmasıdır. Burada qarın surətidir, nə qədər tez yağsın. Biraz açmaq olar belə. Bu da qar haqqında olan effekt. Bunu da silirəm. Növbəti effektimiz isə yağışdır. Yağış da eyni qar kimidir. Yağışın çoxluğu və azlığı, buludlu və buludsuz. Eyni şeydir. Gəlin səhnəmizə bir-iki ağac ataq. Yoxsa belə ayıqdır. Səhnəmizdə heç nə yoxdur. Gördüyümüz kimi yağış yağır. Küləyin səmtini dəyişmək olar burada. Surətini, yağışını dəyişmək olar. Eyni qar kimi qarda olan parametrlərdə buradadır. Hərəsində də açar var. Harada, hansı səmtdə, hansı dəqiqədə, hansı saniyədə, hansı effekti yaratmaq istəsəz, basırsınız ona. Bunu da silək. Növbəti effektimiz isə
göydən obyektlərin düşməsidir. Basıram buna. Deməli belə. Gəlin bu kadrı silək. Yenidən təzə kadr hazırlayın. Burada sizə əsas parametri başa salacağım. Nə cür işləyir bu effekt ki siz biləsiniz. Saxlayıram, OK basıram. Burada müəyyən obyektlər əlavə eləyək ki, biraz məsələn tutalım ki, burada bizim obyektlərimiz var. Giririk videoya. Baxırıq, bunlar heç biri tərpənmir. Yerindən tərpənmir. Effektlərə giririk. Burada bu effekti seçirik. Və burada bu qələm işarəsinə basırıq. Qələm işarəsinə basdıqdan sonra hansı obyektin düşəcəyini burada göstəririk. Obyektin üstünə basırıq, gətiririk kursoru. Basdıqdan sonra belə göy kvadrat əmələ gəlir, mavi rəngdə kvadrat. Hansı obyekti seçsəniz, o obyekt düşəcək. Bütün obyektləri seçirəm. Bir. Sonra OK basıram. Basdıqdan sonra Play basıram. Gördüyünüz kimi bunların hamısı düşdü. Görürsünüz. Bunların hamısı düşdü. Burada bunun surətini də azaltmaq olar. Səhv eləmirəmsə. Surəti kadrın surətindən asılıdır deyəsən. Çünki burada surət idarə olunmur deyəsən. Kadrın surətindən asılıdır deyəsən. Bir də yoxlayaq. Çox olanda ümumiyyətlə tez qaçır. Bunlar arasında məsafə buradan idarə olunur. Məsələn, biri düşdükdən sonra arasında olan vaxt sayısı buradan idarə olunur. Bu parametrdən. Ev tikdikdə isə necə edirik? Ev tikdikdə, məsələn, biz Archicad-dan və yaxud Revit-dən evi bütün hissələrini bir yerdə yadda saxlamırıq. Hissə. Məsələn, birinci fundamentini yadda saxlayırıq. Lumion formatında, sonra divarları, sonra məsələn taxtaları, pəncərələri, bunların hamısı evin hissələrini, hər bir hissəsini, məsələn bir qrup pəncərələri bir yadda saxlayırıq, divarları bir yadda saxlayırıq və sonra onların hamısını bura belə əlavə etdikdə belə hissələr olacaq onlar. Və o hissələri bax beləcə seçib əlavə edirik bu effektə. Onda evin hissələri birinci, məsələn, pilləkənlər düşəcək, sonra divar düşəcək, sonra evin çardağı düşəcək və beləcə və s. və ilaxır. Bu effekt barəsində olan məlumat. Sonraki effektimiz isə əsas effektlərdən biri olan, bax bu həcmli hərəkət, çoxlu hərəkət. Gəlin bunların hamısını sileyim. Demək, silmək üçün bunu seçirəm, hamısını silmək üçün bu rejimi seçirəm. Sonra korzinanın üstünə basaraq silirəm. Sonra ox işarəsinə qayıdaraq burada maşınları əlavə edirəm. Maşınları əlavə edirəm.
Sonra maşınları əlavə etdikdən sonra bunları biraz bir-birinə yaxın eləyək və indi bu maşınlar hərəkətə gələcək. Bunun üçün nə edirik? Qaydırıq klip nöqtəmizə, bunu silirik, yenidən klip yaradaq. Gəlin biraz bu tərəfə qaydaq və burada bir belə kadrı yaradaq. Və OK basaq. OK basdıqdan sonra qayıdıram bura. Burada effektlərdə seçirəm bu ümumi gediş. Burada qələmi basıram. Burada qələmi basdıqdan sonra yol çəkməliyəm. Hansı xətt üzrə, trayektoriya üzrə bu maşınlar hərəkət edəcək. Məsələn, belə düz çəkdikdə bir dənə burada basıram kursoru və uzadıram istədiyim yerə qədər. Bir də burada basdıqdan sonra yolun enliliyini uzadıram. Çünki bu xəttin üstünə düşməyən maşın getməyəcək. Onun üçün bunu basıram. Burada enləşdirirəm biraz. Və buradan biraz belə tartıram. Burada maşınların surətidir. Məsələn, basdıqdan sonra burada görürsünüz gedir. Maşınların surəti buradan idarə olunur. Məsələn, əgər istəyirəmsə 2 xətt irəli geri getsin. Bu düyməni basıram. Bir də basıram. Gördüyünüz kimi 2 xətt əmələ gəlir. Maşınlar sağa sola gedir. Maşınların surətinin gediş surəti buradan idarə olunur. Bu bir istiqamətdə olan gedişdir. Əgər ki döndərmək istəsəm hər hansı bir maşını, o zaman Ctrl düyməsinə basıram. Basılı tutaraq. Basılı tutduqda gördüyünüz kimi burada sarı nöqtə əmələ gəlir və istədiyim yerdə döndərirəm. Burada bir də döndərirəm, burada döndərirəm, burada döndərirəm və burada birləşdirirəm. Birləşdirməyə də bilərəm. Amma mən eləyəcəm ki, bu bir yerdə geçsinlər. Budur. Sonra bu gördüyünüz kimi burada sərt döngələri yumşaq etmək üçün nöqtənin üzərinə basıram və burada menyu əmələ gəlir. Buradan bunu biraz sərtliyini düzəldirəm. Bütün nöqtələri bax beləcə dəyişirəm. Əgər sərt olsa, maşın gəlib biraz reallığa uyğun olmayacaq, gəlib birdən-birə sərt dönəcək. Gəlin bu nöqtədə göstərim necə olacaq elə bir şey. Basdıqdan sonra basıram yenidən. Play basıram. Və görürsünüz burada tez dönür, burada sərt dönür. Və bu biraz reallığa uyğun deyil. Video düzəltdikdə bu düz olmayacaq. Maşınların surətini buradan idarə edir. Sayı maşınların istədiyiniz sayda qoya bilərsiniz. Hər cürə maşın. Maşından əlavə burada indi bu maşınların yerinə məsələn gəlin qaydaq bura. Bu maşınların yerinə mən adam da qoya bilərəm. Adamlar da qoya bilərik. Burada yeriyən adamlar var. Budur. Biri budur. Bu çoxluq işarəsinə basıram. Burada xətt çəkirəm. Xətt çəkdikdən sonra bura bir də yeriyən adam qoyuram. Başqa bir adam. Sonra başqa bir adam. Sonra başqa bir adam. Qrup halında. Gördüyünüz kimi və sonra bunları belə çoxalda bilərəm. Rəngarəngi üçün başqa adamlar qoymaq lazımdır ki, təkrarlanmasın eyni adam bir videoda təkrarlanmasın. Sonra
Basıram OK-yi. Qayıdıram video effektə. Sonra bura təzədən qayıdıram. Bu effekti silirəm. Və təzə effekt yaradıram. Buradan buraya qədər basıram. Basdıqdan sonra Ctrl basıram. Bu adamları belə döndərirəm. Bu xətt üzrə məsələn hərəkət edəcək. Bu ola bilər ki, məsələn parkda gəzinti və yaxud meydançada qaçış. Play'i basdıqdan sonra gördüyünüz kimi adamlar hərəkət edir. İki tərəfli ola bilər. Məsələn, bunun belə parıldamasına fikir verməyin. Bu sərt nöqtələri buradan basıram və sığallayaraq düzəldirəm. Yenidən play düyməsinə basıram. Gördüyünüz kimi, bax, beləcə hərəkət edə bilər. Basdıqdan sonra bu video üzrə kadr qurtarana qədər bunlar hərəkət edəcək. Bu yeriş haqqında olan effekt idi. Yeriş haqqında olan effekt. Burada isə sloyların bağlanması və açılması haqqında effektlərdir. Məsələn, kadrın əvvəlində bir sloy bağlanır, ağacların sloyu bağlanır, evin sloyu açılır. Sloyları timerə qoymaq üçündür. Sonra burada hansı effekt var idi bizdə və bu kamera haqqında da gəlin danışın. Məsələn, tutalım ki, bu effekt nəyə cavabdehdir? Elə bil ki, kimsə kamera yerdə insan hərəkət edə kamera ilə çəkə-çəkə gedir. Əl effektidir, titrəmə effekti. Bastıq. Saniyə nömrünü azaldırıq kadrın müddətini. Bəli, pauzunu basıram. OK və burada məsələn, burada yenə açar qoyuram. Kameranı sirkələmə. Açar qoyuram. Biraz bu tərəfə gəldikdə yenidən açar qoyuram. Kameranı sirkələmə. Bir də açar vururam. Burada bir də açar vururam. Gördüyünüz kimi birinci açarda kameranı biraz sirkələyirəm. İkinci açarda biraz da sirkələyirəm. Üçüncü açarda biraz da sirkələyirəm. Və dördüncü açarda biraz da sirkələyirəm. İndi baxaq görək necə oldu. Görürsünüz, kamera hərəkət edir, elə bir adam gedir çəkə-çəkə. Bu çox gözəl effektdir əslində. Şəhərdə çəkiliş eləyəndə, məsələn, elə bir ki, adam gedir, video kamera əlində çəkə-çəkə gedir. Bu da bu effekt haqqında. Burada da dəyişmək olar bəzi şeyləri. Əsas lazım olan yuxarıdakı idi. Bu, belə yaxınlaşdırıb uzaqlaşdırmaq olar. Müəyyən yerlərdə. Sonra burada əsas effektlər bunlar idi. Yerdə qalan effektlərlə bir o qədər istifadə eləməyəcəksiniz. Çünki lazım olmur onlar. Bəlkə küləyə istifadə eləyəsiniz. Bu effekt isə pəncərədən gün düşmə effektidir. Bunlar da çox az istifadə olunur. İndi isə gəlin biraz sizə sloylar haqqında danışım. Sloyları əvvəlki dərslərimizdə dediyim kimi sırağı açırıq və işlədiyimiz zaman, məsələn, ağac əlavə etdikdə keçirik, ikinci sloyu aktiv edirik, ikinci sloyu. Ağaçları ikinci sloya atırıq. Sizə
qrup halındadır. Ağaçları ikinci sloya atırıq. Göyə düşdü biraz. Ağaçları ikinci sloya atırıq. Sonra məsələn biz maşın əlavə etmək istədikdə üçüncü sloy aktiv edirik. Sloyları, maşınları üçüncü sloya yerləşdiririk. Sonra məsələn hər hansı bir obyektlər əlavə etmək istədikdə, məsələn ətraf mühitdəki zdaniyalar, binalar, bunları bu sloylara əlavə edirik. Məsələn bu evləri bu sloylara əlavə edirik, üçüncü sloya. Və sonra işlədikdə kompüterləriniz donmamaq üçün lazım olmayan sloyu sırası söndürürük. Məsələn, ağaclarla işlədikdə ev sloylarını da söndürürəm. Yadınızdan çıxarmayın ki, hansı sloy rəngi ağdırsa, həmin sloyda bütün əlavə etdiyiniz obyektlər həmin sloya yerləşəcək. Ona görə bu barədə biraz diqqətli olun. Ağacların sloyunu bağlayıram. Açıram maşınların sloyunu. Maşınlarla işləyirəm. Onların rəngini, yerini dəyişirəm. Əgər sizin obyektiniz böyükdürsə, layihəniz, o zaman bu cür eləyin. Onda kompüteriniz donmayacaq və işiniz düzgün olacaq. Çünki bu çox mühüm bir vacib momentdir. Ona görə bu effektlər haqqında olan dərsimizdir. Əziz dostlar, bu sonuncu dərslərimizdən biridir. Çünki indiyənə qədər bütün dərslərimizdə mən əsas işləmə prosesini göstərdim. Nəyi necə etmək olar proseslərini göstərdim. Gələn görüşlərdə inşallah vaxtımız olsa müxtəlif səhnələr yaradarıq və indiyənə qədər öyrəndiyimiz bu ərəfədə öyrəndiyimiz bütün dərslərdə öyrəndiyimiz momentləri həmin praktikada istifadə edərək. Göstərdiyim şeyləri mütləq, amma mütləq bütün dərslərdə hamısını təkrarlayın. Gündə ən azı 1 saat, 2 saat buna vaxt ayırın və əlinizi öyrəşdirin. Ən əsas necə hərəkət etmək lazımdır, irəli, geri, qayıtmaq, tez-tez və sloyları yaxşıca araşdırın, baxın. Effektlər, əsas effektlərlə çox yaxşı işləyin. Effektləri çox yaxşı baxın, istifadə edin, baxın, görün başqa nə effektlər var və landşaftı da yaxşıca araşdırın, çünki landşaft lazım olan şeydir. Landşaftı yaxşı bilməsəniz, yaxşı səhnələr hazırlaya bilməyəcəksiniz. Bununla da bu dərsimiz sona yetdi. Onsuz da çox uzun çəkdi. Ən uzun çəkən dərslərimizdən biri oldu. Sizinlə mən Nağıyev Ayxan. Gələn görüşlərə dək inşallah. Sağ olun, sağlıqla qalın.